Mən Qasımov Cəsarət, Qasımov Misirin qardaşıyam. Sizdən hər birinizdən xahiş edirəm bu videonun yayılmasında bizə dəstək göstərəsiniz, bizim ailəmizə dəstək göstərəsiniz. Uca 20 gündür bizim gündüzümüz, gecəmiz yoxdur. Bu videonu çəkmək məqsədi odur ki, mənim qardaşım hal-hazırda onun haqqı, hüququ hamısı pozulur. Biz neçə ildir, 5 ilə yaxındır mübarizə aparırıq bu Ukrayna dövlətindən ki, mənim qardaşımı qanunsuz yerə saxladıqlarına görə. Bu neçə il yatdığı türmədən onu neçə köçürdüblər, şərlə, böhtanla, ataraq üstlərinə köçürdüblər. Xahiş edirik, bu videonun paylaşmasında kömək edin ki, bu səsimiz prezidentə çatsın. Ona görə ki, bizim ümid yerimiz qalmıyor. Bütün advokatlarımızı qorxudurlar, bütün hamısına təzyiq göstərirlər, heç bir işə məhəl qoymurlar. Xahiş edirik, bu videonun prezidentimizə çatmasında bizə dəstək göstərəsiniz. Anamın da prezidentə öz sözləri var. Mən Misir Qasımlının anasıyam. Sizdən xahiş edirəm, cənab prezident, mənim oğlumu haqsız yerə qolunu, kürəyini, barmağını qırıblar. 20 gündür də xəbər yoxdur. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim oğluma kömək eləyəsiniz. Siz də bir valideynsiniz, çox xahiş edirəm. Mənim oğluma dəstək olun, millətim. Qoy mənim səsimi prezidentimiz eşitsin. Mənim oğlumun vəziyyətini çox acınacaqlı gündədir. Xahiş edirəm sizdən. Hər birinizə təşəkkür edirəm. Allah Azərbaycan xalqını, Azərbaycan dövlətini, Azərbaycan prezidentini qorusun. Ümid edirəm ki, bu video çatar inşallah Allahın izni ilə. Çox sağ olun hər birinizə.